Biz bunu demirik ki Türkiye geldi adı. Amma bəli, Türkiye'nin dəstəyi olmasaydı, Türkiye Azərbaycanın yanında olmasaydı, Azərbaycan Qarabağı ala bilməzdi. Niyə ala bilməzdi? Azərbaycan güclü ordusu da var idi. Azərbaycan o güclü ordusu Qarabağı da alar, Zəngəzuru da alar, Göyçəni da alar. Allahın izniyle İrəvanı da götürür. Amma Yugoslaviya da güclü dövlət idi. Yugoslaviya ordusu, Yugoslaviyada dövlət var idi. Varşava paktında SSR'dən sonra ikinci orduydu. Yugoslaviyanı nə günə qoydular? Neçə yeri parçaladılar? Bəs Yugoslaviya da güclü dövlət idi. Bəs niyə bu kadar parçalandı? Milošević də güclü lider də Serb millətçisi idi. Və niyə Milošević Qaqa tribunalında axırda məhkum elədilər, elə orada da öldü? İraq, Saddam Hüseynin Irak'ı, Saddam Hüseynin dövründə İraq ordusu say baxımından dünyada 4-cü orduydu. SSR, ABŞ və Çin ordusundan sonra say baxımından İraq ordusu dünyada 4-cü orduydu. İraq ordusu Ərəb dünyasının ən güclü ordusuydu. Saddam Hüseyin atom bombası yaradırdı. Mühendisleri var idi. Nə günə qoydular? Saddam'ı da astılar. Bəs güclü orduydu. Yəni güclü ordu, Ukrayna ordusu mənim zəif ordudur. Ukrayna ordusu hal-hazırda Avropada, Türkiye'nin ve Rusya'na çıxmaq şərtilə Avropada ən güclü ordudur. Quru ordusu Ukrayna bu saat Avropada ən güclü ordudur. Və niyə bu günə düşüb? Çünkü onların bir Türkiye'si yok idi. İlham Əliyev çıxışında ne demişti? Xarici mətbuat organlarına çıxışlar verdi. Ne demişti ki F-16'lar buradadır. Lazım olsa 3-cü dövlət müdaxiləsi o F-16'lar qalxacaq. F-16'lar kimin idi? Kimin idi ona F-16'lar? Mozambik'in idi, Azerbaycan'ın idi, Yardanya'nın idi, belki İsrail'in idi, Türkiye'nin idi de. Yani Türkiye'nin idi. Ona göre biz dedik de Erdoğan yanımızda durdu, biz aldık da biz onu deyirik. Biz onu demirik ki Erdoğan aldı ama Erdoğan yanımızda durdu. Erdoğan AK Parti iktidarı Türkiye'de iktidardan geçse bu Azerbaycan'ın ziyanınadır. Tarix boyu belə olub. Türkiye'de Kemalistler iktidarda olanda Azerbaycan həmişə uduzub. Kemalistler Türkiye'de 1920'de iktidara geldiler. Azerbaycan Rus'a verildi. Kemalistler 1992-93'te Türkiye'de iktidarlıydı. Biz Qarabağı itirdik. Süleyman Demirel'den de elə dəstək istənilmişdi de. O vaxtki Azerbaycan iktidarı. Soruşa bilərsiniz o vaxtda hakimiyyətdə olanlardan. Süleyman Demirel'den de kömək istəmişdi. Süleyman Demirel demiş ki gedin Ruslarla razılaşın. Ama Erdoğan'dan kömək istədi. Erdoğan dedi yanındayım. Erdoğan demədi gedin Ruslarla razılaşın. Dedi yanındayım get. F-16'larım da ordum da ölkəm də hamısı yanındayım. Biz ona göre deyirik de bəli. Bəli Erdoğan Türkiye'si yanımızda oldu. Biz Qarabağı aldık. Bəli. Ona göre. Çünkü Türkiye ile Azerbaycan təbii müttəfiqdir. Ağzımızda deyirik. Təbii müttəfiq. Dünyada ikinci ölkə yoktur ki biz ona deyək ki təbii müttəfiq. İsrail Azerbaycan təbii müttəfiqi değil. Ama Türkiye Azerbaycan'ın təbii müttəfiqidir. Bu elə belə söz değil. Çünkü qanımız birdir. Dinimiz birdir. Və həmişə də o vəfalı Türk gəlib yanımızda durub. Vəfalı Yahudi gəlib durmayıb yanımızda. Vəfalı Rus, vəfalı Fars, vəfalı Avropalı və bundan sonra durmayacaqlar. Sənə dəstək verməklə hansısa sahədə, o sənin yanında olmaqla deyil, sənə silah satmaqla, sənin yanında olmaqla deyil. Siz bilirsiniz mi, ümumiyyətlə Azərbaycana ən çox silah satan ölkə son illərə qədər hansı ölkə olub? Rusiya olub. Hə nə olsun? Rusiya yanımızdadır. Rusiya yanımızda olub. Azərbaycanın ən böyük ticarət partnyoru İtaliyadır. Xəbəriniz var ki, Azərbaycan Türkiyədən daha böyük ticarət partnyoru İtaliyadır. İndi İtaliya bizim yanımızdadır.